İkinci Qarabağ müharibəsi 2020-ci ilin 27 sentyabrında başlandı və 44 gün davam etdi. Azərbaycan ordusu böyük peşəkarlıq və qəhrəmanlıqla işğal altında olan torpaqları azad etdi. Bu müharibə xalqın birliyini, ordunun gücünü və Ali Baş Komandanın qətiyyətini dünyaya göstərdi. Bu qələbədə payı olan qəhrəman hərbiçilərimizdən biri də kapitan Hüseynov Şirbala Hüseyn Balaoğludur. Şirbala Hüseynov 1990-cı il mayın 6-sında Sumqayıt şəhərində anadan olub. O, Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi 6 sayılı tam orta məktəbini uğurla bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olur. Ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra leytenant rütbəsi alaraq Beyləqan rayonunda yerləşən en sayılı hərbi hissədə xidmət etməyə başlayır. Şirbala Hüseynov 2016-cı ildə aprel döyüşlərində böyük şücaət göstərir. O, döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə baş leytenant rütbəsinə yüksəlir. Qəhrəmanlığına və qüsursuz xidmətinə görə 2019-cu ildə kapitan rütbəsinə layiq görülür. Şirbala Hüseynovun döyüş yolu 2-ci Qarabağ müharibəsindən də yan keçmir. O, Füzulinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə böyük fədakarlıq göstərərək oktyabrın 1-də şəhid olur. Şirbala Hüseynov böyük izdihamla Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Şirbala Hüseynov ölümündən sonra vətən uğrunda Füzulinin azad olunmasına görə və 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif edilib.